Bədənimizdə ürəyin, böyük damarların və nəfəs borusunun tam ortasında döş qəfəsinin içində gizli bir sahə var. Bura mediastin deyilir. Bu sahə bədənimizin əsas qovşağı kimidir. Ürəyimiz, ağciyərlərimizə gedən böyük damarlar, yemək borusu və immun sistemimizin vacib hissəsi olan timus fəsli burada yerləşir. Bu bölgədə fərqli problemlər ortaya çıxa bilər. Timus şişləri, böyümüş limfa düyünləri, bəzən daha ciddi bir vəziyyət yaranır. Sinə daxili iltihablanma. Bu, ürək əməliyyatlarından sonra və ya qida borusu deşildikdə ortaya çıxa bilər. Çox ciddi ağırlaşmadır. Tibbdə buna mediastinit deyilir. Hətta ağciyərlərdən sızan hava da burada sıxışıb qala bilər. Buna isə tibbdə pneumomediastinum deyirik. Əksər hallarda səbəbi bilinməyən təngənəfəslik, davamlı öskürək və ya sinə ağrısı şəklində özünü büruzə verir. Bədənimizin bu həyata əhəmiyyətli bölgəsini tanıyın. Sağlamlığımızın hər güşəsi vacibdir.